DİM 20 sınaq test toplusu 16-cı ümumi sınağın 28-ci yazı tipli sualının izahına baxaq. Ümumi sınaq 16, 28-ci yazı tipli sual. Deməli, sualı görürük. Y bərabər x düz xətti o ABC düzbucaqlısının üzərində yerləşən D nöqtəsini özündə saxlayır. Görürük. OBD, yəni bu rəngli üçbucağın sahəsini bizə 12 verib, C 6,0 nöqtəsini verib, B nöqtəsinin koordinatlar cəmini soruşur. Bu rəngli üçbucağın sahəsini tapmaq üçün biz bilirik ki, üçbucağın sahə düsturu 2-də 1 AH-dır. Onda yazarıq ki, S bərabərdir. 2-də 1 vurulsun. Bu üçbucağın oturacağı BD-dir. Yəni biz bu şəkli fırlayıb baxsaq, oturacaq BD-dir. Vurulsun hündürlüyü isə körbucaqlı üçbucaq olduğu üçün onun hündürlüyü xaricdə qalan OS hündürlüyüdür. Bax, bu bizim üçbucağımızın sahə düsturu olacaq. 2-də 1 vurulsun BD, vurulsun OS. Bununla yola çıxsaq və bir də ki, bizdə bu OS məsafəsi S nöqtəsinin koordinatları 6,0 olduğu üçün OS məsafəsi bizdə elə 6-dır. Onda sahəmiz 12-dir. 12 bərabərdir. Yuxarı yazdığım düstura əsasən 2-də 1 vurulsun. Bizdə BD bilmirik neçədir. BD olduğu kimi qalsın. Vurulsun OS məsafəsi də parçası da 6-dır. Onda buradan tapılır ki, BD bərabərdir 4. Deməli, biz BD parçasının uzunluğunu 4 tapmış oluruq. Əlavə olaraq bizdə Y bərabər X düz xəttinin qrafiki verilib burada. Y bərabər X-dən istifadə edə bilərik. Bu nöqtənin D nöqtəsinin absisi 6-dır, görürük. 6-dır. Y X-ə bərabər olduğu üçün deməli D nöqtəsinin elə ordinatı da 6-dır. Çünki D nöqtəsi Y bərabər X düz xəttinin üzərindədir. Demək, bu nöqtənin ordinatı da 6-ya bərabərdir. Yəni, biz bura bir 6 yaza bilərik. Aşağı isə, yəni CD parçası da 6-dır, BD parçası 4-dür. Onda ümumilikdə B-dən C-yə qədər məsafəmiz olacaq 10. Yəni, B nöqtəsinin koordinatları 6, 10 şəklindədir. Və bizdən B nöqtəsinin koordinatlarını soruşur. 6 üstəgəl 10 bərabərdir 16 olacaq.